Bugün səhər saatlarından Ərdəbil şəhərinin 1-ci sənaye şəhərciyində güclü yanğın baş verib. Axar az məlumat verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumatda yanğının köpük istehsal edən müəssisədə olduğu diqqətə çatdırılıb. Bəzi Telegram kanalları isə yanğına İsrailin zərbələrinin səbəb olma ehtimalı ilə bağlı versiya irəli sürüb və qısa müddətdə bu versiya sosial şəbəkələrdə genişləndirilib. O səviyyədə ki, hətta Azərbaycan mediası da bunu İsrailin Ərdəbilə zərbəsi kimi təqdim edib. Bu məlumatın məhz bugün tirajlanması diqqətdən yayınmamalıdır. Məlum olduğu kimi, dünən Azərbaycanın İsrail hakimiyyətindən azərbaycanlıların kompakt yaşadığı ərazilərdə məxsusən mülki obyektlərə zərbə endirməmək çağırışı etdiyi barədə məlumat yayılıb. Bu, Azərbaycan Respublikasının İsrail-İran savaşından necə narahat olmasının, güneyli soydaşlarının taleyini düşünməsinin və imkanı çatdıqca mülki itkilərin qarşısını almaq üçün əlaqələrindən istifadə etməsinin sübutudur. Həmçinin bu ictimai şəkildə açıqlanmayan çağırış güneylilərdə Azərbaycan Respublikası ətrafında yanlış təbliğata qarşı bir immunitet yaranmasına dəstəkdir. Bu məlumatın yayılmasından sonra bugün Azərbaycanlıların şəhərinə həm də Ərdəbilə və mülki obyektə zərbə endirilməsi haqqında məlumat təsadüfi ola bilməzdi və manipulyativ xarakter daşıma ehtimalı daha çox idi. Videolardan da görünürdü ki, hər hansı təyyarə yaxud raket uçuşu, zərbə partlayış səsi yoxdur. Üstəlik yanan ərazidə raket zərbəsinin yaratdığı güclü dağıntı da görünmür. Yerli mənbələrdən əldə etdiyimiz xəbərdə informasiya manipulyasiyasını təsdiqlədi. Yerli sakinlər qeyd edirlər ki, yanğın köpük istehsal edən müəssisədə qaynaq işləri zamanı baş verib. Hazırda yanğının yayılmasının qarşısının alınması üçün tədbirlər görülür. Əlavə edək ki, Azərbaycan Respublikasının çağırışından sonra İsrail ordusunun rəsmən vurduğunu elan etdiyi hədəflərin siyahısında Azərbaycan ostanlarındakı nəinki mülki, heç hərbi obyektlər də yoxdur.